Hekayə, səni sonuncu dəfə sevdim. Qatar asta-asta perrona yaxınlaşırdı. İnsanlar tələsik düşür, görüşür, qucaqlaşırdı. Amma Səma heç kimi gözləmirdi. O sadəcə gedirdi. Əlində köhnə bir məktub vardı. Artıq saralmış, kənarları qatlanmış. Bu məktubu illərdir saxlayırdı. Muraddan qalan son xatirə idi. Bir vaxtlar onlar ayrılmaz idilər. Hər gün danışar, hər şeyi bölüşərdilər. Murad deyərdi, səni itirsəm, özümü itirərəm. Amma həyat onu sınadı. Bir gün Murad birdən-birə dəyişdi. Soyudu, uzaqlaşdı. Səma nə qədər soruşsa da, o heç nə demədi. Və bir gün sadəcə getdi. Səma qaldı sualların içində. İllərlə gözlədi, ümid etdi, qırıldı. Amma unutmadı. Bir gün isə qərar vermişdi. Artıq bu şəhəri tərk edirdi. Qatar dayananda o yavaş addımlarla içəri mindi. Yerinə oturdu, əlləri titrəyə-titrəyə məktubu açdı. İllərdir oxumadığı sözlər gözlərinin qarşısında canlandı. Səma, əgər bu məktubu oxuyursansa, deməli mən artıq yanında deyiləm. Səni tərk etdiyim üçün məni nifrətlə xatırlayacaqsan. Amma bilməlisən ki, mən getməyi seçmədim, məcbur oldum. Mən xəstəyəm və sənə bunu deməyə gücüm çatmadı. Səni öz dərdimin içində boğmaq istəmədim. Sən gülməyə layiq idin, ağlamağa yox. Ona görə getdim, səni xilas etmək üçün özümü səndən aldım. Səni hər şeydən çox sevdim, amma sənsiz getməyi seçdim. Səmanın gözlərindən yaş süzüldü, amma bu dəfə içində qəribə bir sakitlik vardı. Həqiqəti indi bilmişdi. Murad onu tərk etməmişdi. Onu qorumuşdu. Qatar hərəkətə başladı. Səma pəncərədən son dəfə şəhərə baxdı. Dodaqları titrəyə-titrəyə pıçıldadı. Səni sonuncu dəfə sevdim. Məktubu sinəsinə sıxdı. Və ilk dəfə idi ki, buraxmağı öyrəndi. Bəzi sevgilər birlikdə bitmir. Sakitcə ürəyində yaşayıb səni dəyişir. Hekayəni qələmə aldı Püstə Sahib qızı. Səsləndirdi Yaqub Mustafayev.